Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar, media nümayəndələri. Təqdim edilən layihə ilə bağlı bildirirəm ki, Birləşmiş Millətlər Təşkilatının Kiber Cinayətkarlığa qarşı konvensiyası 24 dekabr 2024-cü il tarixdə qəbul edilmiş və kiber cinayətkarlıqla mübarizə sahəsində ilk dəfə olaraq qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcbur edici beynəlxalq çərçivə formalaşdırılmışdır. Konvensiya informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və tətbiqi ilə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir. Konvensiya Azərbaycan Respublikası adından hörmətli əlim əlimdə qeyd etdiyi kimi 25 oktyabr 2025-ci ildə BMT çərçivəsində Hanoyda imzalanmışdır. İmzalanma Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il sərəncamına əsasən həyata keçirilmiş və sənəd Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən imzalanmışdır. Preambula 9 fəsil və 68 maddədən ibarət olan konvensiya dövlət suverenliyinə, konstitusiyon prinsiplərə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi konvensiyanın əsas tələblərindən biridir. Konvensiya qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və standartlaşmasını təmin etməklə hüquq mühafizə orqanları arasında əməkdaşlığı sürətləndirir. Konvensiya institusional potensialın gücləndirilməsi, ixtisaslaşdırma və təcrübə mübadiləsi təşviq edən mexanizmləri nəzərdə tutur. Bir daha qeyd etmək yerinə düşərdi ki, Konvensiya Milli Məclis tərəfindən ratifikasiya edildiyi halda Azərbaycan Respublikası bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri və ilk dövlət kimi çıxış edə bilər. Bu hal Azərbaycan beynəlxalq hüquqi nüfuzunu gücləndirəcək və təşəbbüskar mövqeyini nümayiş etdirəcəkdir. Hörmətli həmkarlar, Konvensiyanın ratifikasiyası hüquq mühafizə orqanlarının fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirir. Sənəd elektron sübutların əldə edilməsi, qorunması, elektron sübutlarla bağlı hüquqi qeyri-müəyyənlikləri aradan qaldırır və transmilli istintaqların effektliyini artırır. Eləcə də təxirə salınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kiber cinayətkar hadisələrə operativ reaksiya verilməsinə imkan yaradır. Konvensiyanın ratifikasiyası Azərbaycan Respublikasının Konstitusiyası, hörmətli həmkarlı müəllif Hüseynin də qeyd etdiyi kimi, milli cinayət və cinayət prosessual qanunvericiliyi ilə üzlaşır və milli hüquqi balanslara xələl gətirmir. Əksinə, mövcud hüquqi mexanizmlərinin beynəlxalq standartlarla uyğunlaşmasını təmin edir. Nəticə etibarilə, konvensiyanın ratifikasiyası Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərini, icrasını gücləndirəcək. Hörmətli xanım sədr, hörmətli həmkarlar, Konvensiya Milli Məclisin Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komissiyasının video konferans formatında müzakirə edilib. Müzakirədə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin, Beynəlxalq Münasibətlər və Parlamentarası Əlaqə Komitəsinin sədrləri, eyni zamanda Parlament aparatının Dövlət Quruculuğu, İnzibati və Hərbi Qanunculuq şöbəsinin rəhbərləri və əməkdaşları, konvensiyanın hazırlanmasında bilavasitə iştirak etmiş Dövlət Təhlükəsizlik Xidmətinin Kiber Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin, daha doğrusu Milli Təhlükəsizliyin Kiber Təhlükəsizlik Mərkəzi əməkdaşları da iştirak və çıxış etmiş, qanun layihəsi komitəmiz tərəfindən Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə olunmuşdur. Səs verməyinizi xahiş edirəm, diqqətinizə görə sağ olun.